Kim burada ömrünün nə qədər qaldığını bilir? Kim burada oturanlardan bilir ki, axşam sağdır yoxsa yox? Çoxları elə dünyadan köçənlər bugün bizim kimi idilər. Sabaha yoxdular. Bugün evində, yatağında yatıb çox adamlar. Sabah axşam torpağın altındadır. Özü də bilmir ki, sabah da bu yatağa girənməyəcək. Bilinmir o nə qədər fürsətdir. Amma nə qədərdirsə, indi içindəsən, indi zamanın içindəsən, qədrini bil, dəyərləndir. Bir zamanda 100 iş görə bilərsən, ən səmərəli işi seç. Bu çox mühüm məsələdir. Yəni, düşünməli olduğumuz məsələlər bulardır. Biz hər şeydən düşünürük bu şeylərdən başqa. Biz elə sağa sola zamanımızı xərcləyirik ki, elə bil ki, çox dəyərsiz bir şeydir. Elə bil ki, kimsə bizə zəmanət verib ki, narahat olma, çoxdur vaxt. Bu çox böyük bir xəstəlikdir insan üçün.